arvadıma mesaj yazan şərəfsiz sənsən? Sen kimsin ha? Elimi çek ha. Beynimi xarab eləmə. Tural sən deyirsən? Benim adım Perviz'di. Turaladı. Ha dinlenin de birimiz. Ama öz adını necə də gizlədir ya. Tural sən döyürsən, qaqaş özü Tural. Tural bizə tanıdacaq. Sən nə oyun oynayırsan ey sən? Dolamısan məni? Ha ellerimi çek ha. Sen hiç yaxşı olmayacak. Ha Nurlan danış lan. Dinlen de ha. Murat, düz bilirsən. Tural budur. Gel. Bax gör sənə günüzün mənim nə gündədir? Bırak dedim. Kimsənsən, niyə mənim ailəmi dağıdırsan? Sən danışma, gez Necə buradan. barışmayı? Soruşqan tanıyır məni. Mənim günahım nə idi? Gez buradan dedim, qanun tökəcəm o şərəfsizi. Gedək, gəl gedək, gəl. Bırak, Dayan bir dəqiqə, bırak. bırak. Murat, mən səni də tanıyıram. Tural da tanıyıram. Gəl söhbəti sakit həll eləyək. Ne sakit ha, ne sakit? Sen arvadıma mesaj yazsalar sakit yanarsa ha? Bırak! Bırak dedim! Karışmıyorsunuz! Öldüreceğim bu şerefsizi! Bırak! Buna sualda verirsən. Nə sualdır ki? Olubsa denən olub, olmayıbsa denən olmayıb da. Niyə uzadırsan ki? Yox, olmayıb. Bax Gülşən, mən bir adamı çox sevə bilərəm. Ona bağlana bilərəm. O adam mənə yalan danışana qədər. Nə demək istəyirsən indi? Mən sənin əlindən tutdum. Sən də mənə elə reaksiya verdin ki, ağlıma başqa şeylər gəlir. Mahir. Mən and içə bilərəm ki, heç vaxt sevdiyim olmayıb. Son zamanlar olanlar mənə pis təsir elədi. Biz də səndən təzə sevgiliyik. Yəni, əlimdən tutmaq istəməyin xoşuma gəlmədi. Yəqin ki, mənə yalan demədin. Nə yalanı? Dedim axı, son dəfə olanlar mənə pis təsir elədi. Hələ də özümə gələ bilməmişəm. Yaxşı. Və sən niyə məndən maraqlanmırsan? Hı? Sənə mənim keçmişim maraqlı deyil. Mənə sənin keçmişin yox, gələcəyin maraqlıdır. Və əgər gələcəyində məndən başqa kimsə olsa, o göy gözlərimi çıxararam. Qane elədi bu. Elədi. Elədi. Başqa sualınız da var Mahir bəy? Yox. Bütün suallarıma cavab verdin. Hələ ki, yox. Mən bu romantikliğim də olmayacaq. Al. Bibi nə danışırsan? Sənin mənə dediklərimi deyirəm də. Nədir? Sən deyildin mənə deyən ki, ya, gəl, İncilin başını alladıb, pullarını əlindən alaq, hə? Ceyhun ortaya çıxmaq da sənin planın idi də. Deyin. Başqa nə planlarınız olub? Şəfa düzünü də məni öldürmək istəmirdin. Gic danışma ay qız. Bibi sən də əsəblərimlə oynama. İnci zibillərini bildi deyə üstümə şər atırsan. Yox. Nə eləmişiksə ikimiz bir yerdə eləmişik. İkinizə də ayıb olsun. Şəfa düzünü də sənə neçə dəfə şans verdim. Hə? Amma bu axırıncıydı. Hansını bu elədi? Qələt ver ay qız. Bundan sonra dalaşsaz da, barışsaz da mənə maraqlı deyil.
Bundan sonra ne sen adda bibim var, ne de sen adda bacım. İnci ne olar bağışta? Hamısı bunun başının altından çıktı. Nerede aldattı bu arvad? Yaxşı ki doğma bacım değilsen. Utanıram sənə görə. Bu ne səsküydü? Burada həmişə belə səsküy olur. Sibelcan deyir xala, dəhşətli o. Bütün günü səsini atır başına, elə ulaşır. O ərə getdiyi ev dağıldı, vəssalam, adam deyir o. Sibelcan kimdir bu? Şəfan deyirəm də, dəhşətli, bütün gün elə ulaşır. Özüm ölüm, qonşulara qan utdurur hamısına. Ay bala, sənə yaraşmaz, cavan oğlansan. Onun bunun dalınca danışma. Arvad kimi qeybət eləmə. Yaxşı işdir bu. Biləm, olanı dedim, prosta olanı dedim. Yaxşı, mən gedim bala. Çox sağ ol. Sen ki belə elədin? Yerin yoxdur bu evdə. Sen kimsən ki? Məni qardaşımın evindən qovulursan, ha? Qardaşın yoxdur, evin də yoxdur. Rədd ol buradan! İfrit ac göz! Şəfa! 100% elə görmüsən? Aha, özüm öz gözümdən görmüşəm. Bir də ki, siz özünüz də kənardan bir fikir verin də. Nəyə fikir vermək? Qızqayıt müəllimənin hərəkətlərinə də. Yadınıza gəlir, Murad müəllim şeir deyirdi. Hə. Qızqayıt müəllimənin baxışları filan. Ay sağ ol. Amma məncə Murad müəllim də ondan geri qalmır. İkisinin də bir-birindən xoşu gəlir. Ay qız, deyəsən sənin dərsdən başqa hər şeydən xəbərin var ha. Ged, işinlə məşğul ol. Tez. Bağışlayın, Murad müəllimi görməmisiniz? Sözüm var idi ona. Çəkilin qabağımdan. Bu sizin söhbət deyil. Sağ qoymayacam onu. Qıqaş, bir dəqiqə sakitləş, başa salarıq. Sənin bu döydüyün oğlan var ha. Başqasını şərləmək istəyirdi. Mənə gic-gic danışırsınız. Biriniz bir adam kimi başa salın məni. Qıqaş, mən deyəcəm hamısı sənə. Amma məncə buna ehtiyac yoxdur. Artıq olması ilə payını aldı o. Nə olub ona vurdun? Xahiş edim, yarışdırmışam. Heç nə. Dostun başqasına quyu qazırdı, özü düşdü. Pərviz, gəl qaqaşdan da bizdən də üzr istə. Böyük bir qələt eləmişsən. Üzr istəməyinə istəyəcəm. Amma qorxduğuma görə yox. Doğrudan da səhv iş gördüyümə görə. Qaqaş, bizim bu Tural'la öz haqq hesabımız var idi. O ilə məsələni həll eləmək üçün sənin yoldaş və onun adından mesaj yazmışdı. Tükürüm sizin haqqı hesabınıza. Haqqı hesabın var idi, özü ilə həll eləyərdin. Sənin elə zəif cəhətin budur da. Əvvəl qələt eləyirsən, sonra deyirsən ki, bağışlayın, mən qələt eləmişəm. Çox zəifsən, Pərviz. Qaqaş, mən səndən də, sənin yoldaşından da üzr istəyirəm. Sənin qanının arasına bu uşaqlar girdi. Yoxsa mən bilirdim sənə nə edəcəm.
Pəriz, bir də belə şey eləsən, sənin yanında dayı olmayacaq. Nə oldu Tural? Yaxşıdır hər şey. Hə, yaxşıdır. Mesaj yazdığı qızın yoldaşı gəlmişdi. Nəyə var payını verdi, gəl. Necə adamsan sən? Utanmırsan sən? Bundan sonra mənə qrup yoldaş kimi salam verirsən, eşitdin? İğrənirəm səndən. Alo. Bıy, nə tez götürdün? Elə bildim küsmüsən məndən. Yo, niyə küsüm ki? Nə bilim az. Nə zəng vurursan, nə itirib axtarırsan, demirsən mənim mişqam ölüb, qalıb. Eşad, mən də oradan sevirsən? Nə sözdür az? Bu nə sualdır? Sən cavab ver. Sevmək nə də az? Ölürəm ey səndən ötəri. Başa düşürsən, ölürəm səndən ötəri. Sarı bülbülüm. Məni aldatmadan nə olar Eşad? Səndən başqa heç kimim yoxdur. Sən də getsən lap tək qalacaq. Sən pələngin ölməyib, sən tək qalasan. Eşitdin? Eşad, kimlə danışırsan? Yaxşı, sonra danışarıq. Yaxşı, sağ ol. Kimlə danışırsan az? Şimşimlə. Belə əcəb eləyirsən danışırsan. Hə, danış. Hava xanım, havalanıb eləməmsən? Yox. Mən nə deyirəm ki, bala? Ondan artığını alacaqsan. Ürəyinə yatıbsa, al da. Doğrudan? Deyirəm axı, mən ona görə deyirəm də, mənim anam adam deyir ki, mələkdir, mələk. Mənim mələyim. Sağ ol ay Hava xanım. Salam. İndi biz bura niyə gəldik ki? Tanış ol, bura sənin yeni iş yerindir. Nə iş başa düşmədim. Sənə iş lazım deyil idi. Mən də xalamın yoldaşı dedim. Onun da tanışları var. Çox sağ olsun, kömək elədi. Doğrudan? Yəni indi mənim işim var. Aha, özdə bugündən başlayırsan. Çox sağ ol Aydan. Xalanın yoldaşına da mənim adımdan çox-çox təşəkkür eləyərsən. Əsas o da tanıdığımız yerdir. Yəni bugün nə etməlisən, nə deyiş, içəridə baş salacaqlar. Amma bir şeydən qorxuram ki, Mahirə deməmişik. Niyə deməliyəm ki, Mahirə? Niyə edirəm ki, işləyirəm də, pis iş görmürəm ki, həm də Mahir nə biləcək, nə gəzir o buralarda? Nə bilim, narahatam. Yaxşı, bəs imtahan nə olacaq? İmtahan var axı. Narahat olma, onu da danışmışam. Səni dərs vaxtı ilə düz qoş eləyəcəklər. Həm də ki, imtahandan 1 saat qabaq səni buraxacaqlar. Aydı, nə yaxşı. Çox sağ ol, Aydan. Yaxşı, sən get, səni uşaqlar gözləməsinlər, amma bax, çox xahiş edirəm, Mahir bunu bilməsin. Əgər birdən nəsə soruşub eləsə, deyərsən ki, gələcək. İçəridə səni tanış eləyim, evə qaçacağım, sonra gələcəm uşaqların yanına. Yaxşı? Gedək. Uğurlu olsun. Of Tural, bəsdir də səhərdən 100 dəfə danışmısan. Oldu, keçdi, bitdi də Tural. İtirər kərvan keçər. Ey bana, sən yaxşı sevgili olsaydın mənim keyfimi açmağa çalışardın. Hə, indi mən pis sevgili oldum, hə Tural, yaxşı. Göl edirəm. Bir dənə qəşəng oyun var. Gəl mən deyim onu oynayaq. Deməli, oyun belədir. Mən deyən sözün axırıncı hərfi ilə başlayan söz deyəcəksən, tapa bilməyən uduzur. Dava gəl oynayaq, bildim hansı oyundur. Sən başla. İmtahan qabağı da əslində mənim ağlıma bir dənə söz gəlir. Kitab. Banu, fikirləşmən yoxdur, tezdir. Uçurum. Məhəbbət özü uçurum nədir, normal sözdür. Tapa bilmədim, Tural. Ayıb olsun, sənə. Utan, utan. Bu boyda tığını görmürsən burada. Tığ. Mən utdum. Yaxşı, Tural, sən utdun. Uşaqsan elə bil, Tural. Mən sən sevinəsən deyə özüm uduzdum. Tural, telefonun anın.
üstündə. Nədindən niyə zəng vurub deyəcəksən ki, Tural məni unutdu? Nələyə belə şey demək olar? Deyən kimi deyəcək ki, ay sənin belin qırılmasın, adam da qızı udar. Tural, deyən qəşən şad xəbər eşitsən neyniyərsən? Banu, mən indi eşitmək istədim ən şad xəbər bilsən nədir? Banu adlı bir dənə qız desin ki, Tural, mən səni sevirəm. Tural, yaxşı, amma bilirəm də, ciddi soruşuram. Çirkin, mən də ciddiyəm də. Nə bilim, şad xəbər, nə eşitsəm sevinirəm, heç kim bilmirəm. Alo, bəli. Hə, qaqaş, Turaldır. Hə, Tural səfərli. Nə vaxt gəlim? Yaxşı. Kimi Tural? Banu, nə bilim, bir dənə radiodan da oğlan zəng edir ki, hə, sizi aparıcı kimi, DJ kimi sınaqlara çağırırıq. Təbrik edirəm, Tural da yaxşı. Mən sizi göndərməmişəm axı heç yerə. Heç uşaqlara deməmişəm, heç kim bilmir. Nə yaxşı, Tural. Bunlar hardan bildilər? Sən göndərmişsən Sivini, hə? Çirkin sərdə ona görə sən Yaxşı göndərmişəm. Sən göndərmişdin, o da təsəvvürsən çağırdılar hep onu. Seçsələr nə bomba olur. Tural, nə yaxşı sevinirəm. Ayaqda gedən deyiləm. Həstəsənsə necə yenə gedənə? Mənə bax. Hara gedirəm, getməyəcəm. Mənə bax. Dedim, getməyəcəm. Gedəcəksən. Sən də elə şillələməyə fürsət axtarsan, məni? Bunu deyirsənsə, deməli özünə gəlmirsən. Dedim ki, getməyəcəm. Gedəcəksən. Necə yəni getməyəcəm? Gedəcəksən, sən də alınacaq Tural. Banu, gedim orada mən nə danışım? Mən heç nə bilmirəm. Bilmirəm nə danışım. Hazırlaşmalıyam, bilmirəm, getməyəcəm. Sən taparsan danışmağa məncə. Nə danışmayı? Bilmirəm. Bəli, dəyərli dinləyicilər, biri var idi, biri yox idi. Tural adlı bir oğlan var idi. Onun sevdiyi qızın adı Banu idi. Onlar bir-birlərini dəli kimi sevirdilər və bir nəfər oldular. İndi onların sevgisi dillərə dastandı. Gəlmək üçün danışdım. Mən də səni alqışlayacağım belə. Bravo, Tural, bravo. Təsəvvürsən çağırdılar məni. Sevinirsən, Sən nə bomba. Sevinirsən, Tural. Biz öyle sevinirəm, çox sevinirəm. Nə yaxşı var. Sən də, Tural, sən də. Makaron baş. De, ürəyində saxlama. Nə sözün var, de. Ürəyimdə niyə saxlayıram, Deyəcəm də, siz nə pint uşaqlar sizi belə. Oğlanlardır da, Afaq, nə gözləyirdin? Hədə, nə gözləyirdin? Davay. Durun, biri sürün, biri də süpürün. Davay, durun ayağa. Hamballığa gəlmişik. Qeybət eləməyə gəlmişik axı. Hə. Başı biri yüz deyəcəksiniz, bizi bura niyə yığmışsınız? O da ora baxın. Niyə elə baxırsınız ki, nə olur? Elə bil ki, sənlə Aydan bizə köməklik eləməli idi də, imtihana hazırlaşmalıydıq. Bu Aydan var ha, sən nə qurtdu qızdı, özüm ölüm. İstəməz ki, imtihanda bundan kimsə çox bal yıxsın. Uşaqlar, ay uşaqlar, siz mənlə maraqlıdır. Sən maraqlı olan bizə maraqlıdır. Ledilər, centilmenlər. Mənə bilsin də maraqlıdır. Bu, neçə vaxtı bir şey mənə fikir götürüb ki, bu Turanın dədəsi var, yoxsa yoxdur. Bu ölüb, qalıb. Yəni, ölsə bilərik də, ölüb, yəni. Demək istəyirsən ki, xanım müəllimə kimi qadını atıb gedib? Nə bilim, Aybaş. Bir dənə onu bilirəm ki, bir gün bu suallara cavab tapa bilməsəm, elə göz açıq olacam, mən. Bu yazıq Gülşən deyirəm, o da evdə təkdir, yetim qızdır. Ya bir güclədin axı. Sənə evə lazım Gülşən təkdir, ya kimlənsədir? Adam mənim nəmə lazım deyil, təkdir, cüddür. Sənə nə olub, Mahir? Niyə imkan vermirsən uşaq sualını versin? Hər dəfə elə susturursunuz. Sağ ol, usta, xoşum gəldi səndən. Mənə bu qrupda başa düşən varsa, o da sənsən. Özə bura bax, Tural haqqında birdən nəsə bilsin, mənə deməsin. Sən o inciyərəm səndən. Kimə sən gelirsən? Dəqiq gözlə. Kimdir? Hə, Seyid. Tural, bilirsən, Nüsrətlə Səbnəni bir sual maraqlandırır. Bilməsələr bu gün ürəkləri partlayacaq. Ver görüm telefon. Nə soruşurlar?
Tural, qaqa, şey deyirəm, bu papazanı. Necəsən Tural? Nə var, nə yox? Amutdaşırsınız mənlə. Avaralar ha. Mənim işim gücüm var, gedin işinizin dağılayacaq. Deyirlər. Ha, xəstədirlər, soruşdular necəsiz, nə var, nə yox. Başım xarab deyil sənin, hə? Sonra kimin əmsi, dayısı, bibisi sənin üçün maraqlıdır, ha? Quş deyirsən, ha, şey, hə? Usta, ayıbdır, bu nə qeybət eysən sən? Sağ bir gün evə gəlin gələcəksin, bir dur, çay gətir, şeylə bir. Hə? Belə məsləhətdir. Çox gülməlidir. Gəlməyəcək. Evdə işi var. Aşağılar, mən sizi başa düşmürəm, Bu gün oxudu, sabah yanınızda çıxacaq da. Gəlin ondan sonra mən sizə şparqalka verim. Mənə şparqalka zat lazımdır, hə? Öz gücümlə, öz savadımla hər şey yazsam. Gombules, bu nə hərəkətdir, hə? Ayıbdır. Qaqa, belə ki, hər qoyun öz ayağından asılır. İmtahandan kəsilmək istəməyənlər əllər cibə. Ata balam, mən elə şparqalka hazırlaya bilərsən ki, bütün qiymətlərim yaxşı olsun. Eləyərəm, o bütün müəllimlərə qarşı təsirlidir. Amma o çox bahalıdır. Özü də endirimsizdir. Hə, yeni brend şparqalkadır da. Mən ondan istəyirəm mən. O brend şparqalkanın heç aşağı yeri yoxdur. Var. Adı Sakit şparqalkasıdır. O ancaq Fikoya qarşı təsirlidir. Bəs o brend deyirdizə, ən bahalısı. Ondan bir daha mənə düzəldərsən də yaxşı. Dey gələ, varlığa nə darlıq? Deyir varlı, vırıb sağa keçincə, kasın balıqsı özdə quyu qazar. Atabala, bizim indi pulumuz yoxdur, biz neyniyək? Bax, məndə ən ucu 5 manatlıqdır. Onu da mən hazırlayıram. Sən düz alnın ortasına yapışdırırsan, nəzarət gəlir, sonra səni görür, qovur. Ala, bu da elə bir bala kişinin yox, Nüsrətin qardaşıdır. Sən öyle. Ala Nüsrət boyda yox, Atabala boyda başda daş düşsün. İmkan verin dərsimizi oxuyaq da. Yığışırım bazarı. Kançatka bazar. Kançet bazar. Nüsrət dedi bir şey o. Kançatka bazar. Ala bu nurlandı. Hızlastı mı? Eda. Oxuyur, dərs oxuyur. Bacımla bibim oyun qurdu mənə. Necə olmalıyam onu da bilmirəm. İnci, mən səni bura gətirdim ki, sən biraz sakitləşəsən və daha da əsəbi olursun. Sən qarşıma çıxan maniyələri özün dəf eləməlisən. Özün dəf eləməlisən ki, bundan böyükləri çıxanda onların qarşısında əzilməyəsən. Amma sən uşaqlıq elədin də, uşaqlıq elədin, mənə inanmadın. Qardaşım olduğuna inanmaq istədim. Yaxşı olar. İnanıram ki, mənim sevgilimi ağladan o əclav tez tapılacaq və öz cəzasını da alacaq. Yaxşı da. Mən əsəbləşdirirsən ki, mən indi əlimi, yumruğumu bir yer tapım, ora vurum, əsəbləşim.
Uşaqlar, imtahanlara az qalıb. Çox rahat görünürsünüz. Yəqin yaxşı hazırlaşmısınız, ha? Zakir mənim üçün özür istəyirəm. Belə yekəli çıxmasın. Mən imtahanlara tam hazıram. Belə sökəcəm. İmtahan bilirsiniz nədir? Bəli. Şpargalkasız öz savadına suallara cavab yazmaq. Ay sağ ol. İmtahan odur ki, heç yerdən köçürtmədən öz əməyinlə qazandığın qiyməti alasan. Şərt o deyil ki, bir-birinizi keçəsiniz. Ehtiyac yoxdur. Olsa mən qabaqdayam. Nə ehtiyac var? Dilotu yemisənə? Yox, çay içirdim. Şərt odur ki, öz səhvlərinizi görəsiniz, o səhvlərin üzərində işləyəsiniz. Öz karyeranızı qurmaq yolunda çalışasınız. Oxuyun, hazırlaşın. Bütün imtahanlarda sizə uğurlar. Uğurlar uşaqlar. Buyurun Zakir müəllim. Otur aşağı. İsmar kim yenə dayanır. Onsuz da həyəcandan öldüm. Zakir müəllim də lap həyəcanlandırdı. Nə həyəcanlanırsan? Gündə oxuduğumuz dərslərdə o. Sən də elə danışsan ki, elə bir sınav imtahanı. Semestrdir. Olsun da semestr imtahanı. Keçdiyimiz şeylərdir də, çox böyüdür sizə. Bot, düz deyil. Burada nə var ki? Asandır. Su kimi hamısını içəcəm. Nüsrət, nə vaxtdan imtahan sənin üçün su kimi oldu? Qolum sınandan sonra. Sənin dərsi asan bilmək üçün qolumu yox, danqa başını sındırmaq lazımdır. Ged evə də qurban, sən ged evə, yaxşı? Eşq olsun. Nə oldu Tural? Nə dedilər radioda? Elə bir şey demədilər. Getdim, səsimi yoxladılar. Mən də həvəslə danışdım, elədim. Sonra gördüm ki, məndən daha istedadlı adamlar var. Təmiz həvəsim öldü. Tural, əsas səsdir məncə. Nə olsun orada çox adam var. Sənin əsas səsin, dünya görüşün var. Məncə sənə bəsdir. Sən işləyəcəksən? Çox tülkü olmansan ha, Özmənim. İndən karyera azad, görsən yollar sesin. Yox, halaldır. Yoxsa biz özümüzü öldürürük, imtahan belə gəldi, nə bileyim, Fiko belə getdi. Çörək tapacaqsan sən, vaxt əvərsən. Deyirəm, gör, bu birinci kursdan belədirsə, sonra nə olacaq bu? Ay, uşaqlar, hələ heç nə dəqiq bilmirik. Mən getdim, yoxladılar. Sonra mənə dedilər ki, biz sizi çağıracağıq. Yəni, bilirsiniz də, biz sizi çağıracağıq nə deməkdir? Nə deməkdir ki bu? Yəni, o deməkdir ki, məni mədəni şəkildə vurdular. Babat vururlar ha, sən öz aramızdır. Amma yox, biraz zarafatsız eşitmişəm ki, bu radyo çıxanlar deyir, yumurta zaz içir səhərlər. Və işlə nəynəs gidiyor o sən onlardan. Sən öyle səhər al bir şey, sındır iç. Burada nə var ki? Özə bunu belə boş bırakma ha. Bugün ki, radyo çıxan, sabah bizi bəyənməz. Deyir qızım, sənə deyirəm, gəlinim, sən işit. Qız kimdir, gəlin kimdir? Neyse de deyir, sümüyü atarsan itə, deyir, gəl söz götürər. Bir balaca giclədim ha, hiss elədim. Sınavdan sonra belə olur. Az biraz ağır olur. İmtihan gəlir qabaqda. Olar da qız qayıtmaram. İcazəsiz oturdum. Sizə hər şey olar. Özü də müəlliməsiz. Sadəcə qız qayıt. Ya, qız qayıt məndə daha yaxşı. Sağ ol Murad müəllim. Deyəsən elə Səbinənin dediyi düz axı. Danışa bilərik.
Niyə başa düşmürsən? Neçə dəfə demişəm, yenə də deyirəm, əl çək. İnci, mən də neçə dəfə demişəm, yenə də deyirəm. Mən səndən əl çəkən deyiləm. Nə deyirdi yenə? Fikir vermədə özü üçün danışır. Yaxşısı budur, mən gedim ona deyim ki, biz sevgiliyik, bu məsələ bitsin, yaxşı? Lazım deyil Murad. Sənin lazım deyirlər və Euro hər dəfə sırtıq kimi sənə yaxınlaşır. Mən bilirəm, mən sənin müəllimlə səbirlə hərəkət etməliyəm. Amma sənin sevgilin kimi mənim səbrim bitdi, bunu biləsən. Ay ana, nə olar? Heç nə demə də mənim şəfama dərmanıma. Ay, Elşad, bezdirdin məni. Dayın görək nə edirik də? Ay ana, istəmirəm ona nəsə deyəsən. Yaxşı. Elşad, siz burada nə edirsiniz? Anam dedi gəl, mən də gəldim. Elədiyiniz təhqirlər bəs deyil? Qızım, mən onu bir ana kimi ərk eləyib demişəm sənə. Əslində mən bura səndən üzr istəməyə gəlmişəm. Oğlumun sevdiyi qız mənim başımın tacıdır. Bağışla məni bala. Ay Turan, nə olub sənə? Niyə belə həyəcanlısan? İmtahana görə belədir, fikir vermə. Gör, mən bilmirəm, imtahana görə belə deyil. Sən radioya geyib gələndən sonra beləsin. Nə fikirləşirsən, sən? Neynimi? Həvəsləndirdin, getdim radioya, dedim, seçərlər də məni. Bir də ki, mən kimə nə olar mənə aparı seçsin? Sən çayı keçməmiş ol deyənlərdən səni. Sən göyə bilmirsən, mən çaya düşməkdən qorxuram. Turan, bilirsən, o çay səni arzularına aparacaq. Bəs bu? Ay qızını filosofluq edirsən mənə burada, ağıllı çıxmısan, ha? Yay olsaydı gedərdik çaya, ləzzətdir. Nə bileyim, Turan, səni inandırmaq üçün eləyirəm də, filosofluq eləyirəm. Bəs bir şeylə fikirləşim. Şimdi ola. Alo. Tural bəy salam. Siz radyomuzun kastinginə gəlmişdiniz. Hə, gəlmişdim. Sizi təbrik edirəm, kastingdən uğurla keçdiniz. İşə qəbul olursunuz. Salam. Salam. Bir dəqiqə vaxtınızı almaq olar. Bəli, buyurun. Bizim ətirlərimiz var, hamısı original məhsullardır. Nümunələrə baxa bilərsiniz. Əgər bəyənsəz, yaxında dükanımız da var, yaxınlaşa bilərsiniz. Buyurun. Hardasan ey Gülşən? Sizin nömrəniz var xanım burada? Dükanımızın nömrəsi var, yəni maraqlansaz zəng elib ətraflı məlumat da ala bilərsiniz. Yox, mənə sizin nömrəniz lazımdır. Sizin nömrəniz burada var? Hayda, imtahan başlasa çıxıb gedərdin.
imtahanda bütün bildiklərimi yazmaq üçün səhv istəndim. Oğulsan ey. Oğlan olsaydın sənə aydın deyərdim. Deyirəm bir dənə sən oğul ola bilmədin də. Öl, sındırdın nə ayağı? De gələ, Banu işi gəldi, təzə, təbrik. Tanış oldu, Banu işi. Nüsrət, sənin gipsi nə vaxt açırlar? Usta yadıma salma da sən də, güclə yadımdan çıxarmışım, de gələ. Təzdən... Doğrudan Nüsrət, Səbinə düz deyir də. O qədər boş-boş danışsan ki, hələ yaxşı da bir dənə qolun çıxıb. Qoy oturmuşam, məni işə salma. Sənə bu lazım idi Nüsrət. Dili qoy qarnıva da. Bir dəqiqə sakit dayanın da. Oxuduğum da yadımdan çıxacaq. Onda bir dənə ləzzətli mahnı oxu da sən mənə. Mən oxuduğum da başa düşdüyümdə bir sözdən ibarətdir. İnci. Uşaqlar, bir dəqiqə mənə qulaq asın. Bir dəqiqə, qulaq asın. Mən danışmaq istəmirdim. Amma görürəm ki, danışmadıqca bəzi yoldaşlar xoşluğundan başa düşmür. De gələ, sənə deyir, sənə deyir, sənə. Dostlar! Xüsusən də Ülvi. Bilin ki, mənim sevgilim var.